Bu videoda Minecraft Hardcore oynayıram. Keçən bölümdə Mace əldə etmişdik. Ancaq o dünyada mən öldüyüm üçün seriyə ilk bölümdən başlamaq məcburiyyətində qaldım. Videoyu bəyənib kanalıma da abunə olun. Əgər kanal xoşunuza gəlsə, digər videolarıma da göz ata bilərsiniz. Təzədən başlayırıq Hardcore-a, çünki dünənki bölümdə mən video dışı oynayarkən öldüm, yəni əjderhaya öldüm. Əgər bu tərzdə videoların yenə gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Və həqiqətən mən şərhlərə baxıram, yorumlara baxıram, çox gözəl fikirlər bildirirsiniz. Yəni insan həqiqətən çox xoşbəxt, çox mutlu hiss edir özünü. Ona görə sizlərə təşəkkürümü bildirirəm. Və sizlərlə yeni bir seri ilə qarşınızdayım. Taxta qazma düzəldib daş əşyalar hazırladım. Daş əşyaları hazırladıqdan sonra da gördüyüm ən yaxın mağaraya girib 5 dənə dəmir tapdım. Ardından da getdim meşəyə və meşədə odun kastım. Ayrı yerdən çəkirəm mən videonu. Telefondan ayrı səs qeydi alıram. O kompüterdən ayrı. Məsəl üçün kompüter oyunun qeydini alır ancaq. Telefon sadəcə səsimin qeydini alır. İnşallah o günlər olar ki, mən sifətimi göstərirəm. Sifətimlə bərabər çəkəcəm. Mən çubuq düzəldim. Bu arada siz çox qəşəng idi, yəni bəyəndi. Nə? Bir dəqiqə, forumaz aldım. Bax, burada Woodland Mansion var. O tərəfdə də Pleasure Outpost. Mənim zaten heç fikrim yoxdur Woodland Mansion'a getməyə. Tutdurdum. Çünki almaz set olsam da təhlükəlidir ora. Biraz güclənim, ondan sonra gedəcəm. Amma Pleasure Outpost'a gedə bilərəm. Biraz yuxarı çıxaq, Ruined portallar həqiqətən şanslıyam. Çox şanslıyam. Mən sizlə dalaşmaq istəmirəm. Biri də gəldi, çox gözəl. Get də buradan. Hayda, digəri də gəlir. Orada dəmir golem var, bir dəqiqə, mən bilirəm nə edəcəm. Səni qıracam, atacam qabağı. Amma mənə qoru da. Gəldi dəmir golem. Söz, gedə bilərəm. Nə? Bu qədər əziyyəti, bu qədər əşya üçün xərclədim. Olmadı ki. Burada saman balyaları da var. Amma köy tapmağımız gözəl oldu. Saman balyalarını alarıq, yemək kasarıq. Bu arada köydəki dəmir qoləmi öldürməyəcəm, çünki əgər mən dəmir qoləmi öldürsəm, zombilər bu kəndliləri öldürəcək. Ona görə də mən dəmir qoləmi öldürməyəcəm. Bunları müdafiə eləsin. Sonradan köyləri yığıb bir yerə həbs eləyəndə onda dəmir qoləmi öldürəcəm. Məncə burada daha əlavə saman balyası olmaz. Bir dəqiqə, qırma. Gedim bura baxım nə var. Çörəyi, bir də dərvod pis deyil, amma çörəyi alacam. Lazım olar. İndi baxaq görək ev tikəcəm buralara. Amma necə yerə tikim, oranı seçmək istəyirəm. Buralar məncə olmaz. Köyə yaxın olmasın, biraz uzaq olsun. Bura heç olmaz. Buranı düzləşdirmək də var. Buralar olmaz. Həm də ki kəndə yaxındır. Buradakı qoyunları öldürək. Ondan sonra gedib evimizi tikərik. Bax. İstədiyim yer tam olaraq buradır. Evimizi bura tikəcəyik. Onda başlayaq da evimizi hazırlamağa. Hər tərəfə 4 odun qoyacaq şəkildə hazırlayaq.
Biraz xəyal gücümdən istifadə edərək bir dənə ev hazırlamağa çalışacağam. Görək necə olacaq. Çox gözəl bir dənə bağ hazırladım. Bu nə da? Deyil, sən kimsən? Bir dəqiqə, üzümü çevirdim, mənə doğru gəldi. Bir dəqiqə, vurdum buna. Başqa, çox pis vurur bu. Ölmür. Vurma. Vurur, çox pis vurur. Bir vuruşa 2 can yedir. Üzümü çevirirəm, mənə doğru gəlir. Amma bilmirəm, 3 blok yuxarı çıxım. Amma bilmirəm necə çıxım. Yox, bunu qıranda yenə də şey. Çıxım yuxarıya. Aha, bax. Bunun ürəyidir. Onu qırsam yox olub gedəcək. Eynən, onu göstərir. Bunu qırım. Всё, qırdım. Bunu yox olub getdi. Всё. İndi evimizin çatısında tamamladıq. Yəni ev qəşəng oldu məncə. Bir dənə qaldı şüşələr. O şüşəni də kasıb gəldim. Bu arada neçə vaxtı öz xəyal gücümü kullanaraq bir dənə ev hazırlamamışdım. Nəhayət ki, hardcore-da bunu elədim. Çox mən PvP atıram. PvP atmağa daha çox üstünlük tuturam. Amma arada building bacarığımda inkişaf elətdirmək lazımdır. Yəni bu oyun building üzərinə qurulub. Mən bu şüşələri qoydum, amma hələ pişir. Hələ tam hamısı pişmədi. Mən bunlar pişənə qədər mən gedim madənə, özüm üçün dəmir tapım, almaz tapım, elə vaxt da keçər o sırada. Amma necə tapım, nə madən? Birinci daş qırım, daş baltam yoxdur çünki heç. Oyda, bura qəşəng mənə base qurmaq olar, dağ içində. Amma mən hələ ki daş kasacam burada. Diqqətlicə düşək, hasardan almayaq. Aldıq, çox güzel. Amma yenə də doldu. Bayaq da qum almağa gələndə burada belə yer gördüm. Baltamı hazırlayayım, göstərəcəm sizə. Bir də bura. Yəqin ki, yaxşı maden olar da. Kömürləri də alacağım. Həm XP-dir, həm də ki, yakıtdır. Bu arada su altında madenciliyi çox yaxşıdır. İstədiyin şeylər olmasa da yenə də bəs eləyəcəklər sənə. Məsəl üçün dəmir tapa bilirsən də özünə. Yəni su altında maden eləmək daha maraqlıdır. Həm də ki daha az risklidir. Bir də lapis də tapırıq, dəmir də tapırıq. Hər şeyimiz var burada. Görə başqa nələr çıxar da baxaq. Daha da ki bir şey yoxdur.
Suyun altında maden eləyəndən sonra burada skeletlə döyüşürəm indi. İndi də bakır set çəkəcəm. Bura qoymuşam hamısını. Hamısını da hesablamışam. 24 dənə pişirmişəm. Qızıl şalvarımı götürün. Qalsın birdən bestinanıza da girərik. Setimi hazırlayayım. Yox, onda envanterim dolacaq. At getsin. Zaten qızıl taparıq yolda. Hə, full bakır seti. Bu fırınlar da qıraq, yenidən madənə girək. Aha, bura bir dənə klas. Hoppa. Zombi var, iskelet də var. Səni öldürərəm, sasansın. Yo, nə? Arkasından bir dənə də çıxdı. Dəqiq, canım az. Dəqiq, necə vura bilirsiniz oradan? Yox, ölmək istəmirəm. Yox, seri bitə bilməz burada. Burada bitə bilməz. Bağlamalıyam. Hə. Gözlə yeməyimi yiyeyim. Başınız, nə inəyəcəm sizi? Səbirli olun. Canımda olsun. Gözləyir orada, qolunu görürəm. Canımı doldurun. Hə, bəs eləyərim. Öz dostunu öldürdü. Kül baş var sən. Az qalsın seri gedirdi. Ha, elmas tapdım. Bir dəqiqə. Qazacam onu. Ama baxıram görüm zombi zat gəlmir. Yox. Elə bir dənədir. Ha, başqa da ki yoxdur. Məncə bu qədər bəsdir. Evə çatım, yavaşdan videonun son eləyək. Video sona ersin yəni. Ha, torpağa çatdıqsa deməli çatmışıq deməkdir. Şöyle yoruldum vallahi. Ardından da evimi şüşələrlə bağlayayım. Videonu yavaştan bitirək. Buranı bağlayaq. Buranı bağlayaq. Bir də buranı. Orada 2 dənə qalıb. Vəssalam. Məncə başqa da bağlanılacaq yer yoxdur. Bir dənə də envanter düzənləyəcəm, o qədər. Bura bloklar girəcək. Bura madənlər. Bu arada 2 stek dəmirimiz oldu. 198 dəmir eləyir. Nəysə dostlar, videomuz bu qədər idi. Videoma baxdığınız üçün təşəkkür edirəm. Digər videolarıma da göz atmağı unutmayın. Özünüzə yaxşı baxın.